Hörmətli müəllimlər, dəyərli valideynlər, əziz şagird yoldaşlarım və doğma məktəbimizin sadiq dinləyiciləri. Sizi Lənkəran rayonu Yuxarı Nüvədi Kənd Tam Orta Ümumi Təhsil Məktəbinin radiosu Gələcəyin İşığı FM-in növbəti buraxılışından salamlayıram. Bugün efirdə sizinlə bir mövzunun ətrafında düşünəcəyik ki, o mövzu təkcə daşdan, kərpicdən, qaladan, məbəddən ibarət deyil. O xalqın yaddaşıdır, millətin kimliyidir, tariximizin canlı şahididir. Mən məktəbimizin 10A sinif şagirdi Qəribova Yağmur. Bugünkü verilişdə sizi Azərbaycanımızın tarixi abidələri ilə düşüncə səyahətinə dəvət edirəm. Tarixi abidələr dedikdə biz nəyi nəzərdə tuturuq? Elmi baxımdan tarixi abidə müəyyən bir dövrün ictimai, siyasi, mədəni və memarlıq xüsusiyyətlərini özündə əks etdirən maddi mədəni irs nümunəsidir. Bu anlayışa qalalar, saraylar, məbədlər, körpülər, türbələr, yaşayış məskənləri, arxeoloji komplekslər və digər memarlıq obyektləri daxildir. Hər bir abidə özündə konkret zamanın sosial münasibətlərini, estetik zövqünü, mühəndislik təfəkkürünü və ideoloji dünya görüşünü daşıyır. Azərbaycan coğrafiyası qədim sivilizasiyaların kəşfə nöqtəsində yerləşdiyinə görə burada minilliklər boyu zəngin mədəni irs formalaşmışdır. Tədqiqatçılar bildirirlər ki, ölkə ərazisində minlərlə tarix və mədəniyyət abidəsi mövcuddur. Onların bir qismi dövlət tərəfindən qorunur, bir qismi isə beynəlxalq səviyyədə tanınmış irs siyahılarına daxil edilmişdir. Bu fakt özü göstərir ki, Azərbaycan yalnız təbii sərvətləri ilə deyil, həm də mədəni sərvətləri ilə də dünya xəzinəsinə töhfə verir. Tarixi abidələrimizin ən möhtəşəm növlərindən biri qədim şəhərsalma ənənələrinin təcəssümü olan İçəri şəhərdir. Bakı şəhərinin mərkəzində yerləşən bu memarlıq kompleksi orta əsr şərq şəhərsalma modelinin canlı nümunəsidir. Dar küçələri, karvansaraları, məscidləri, yaşayış evləri ilə İçəri şəhər sadəcə turistik məkan deyil, həm də urbanistik inkişafın tarixi mərhələsini əks etdirən açıq səma altında muzeydir. Burada yerləşən Şirvanşahlar Sarayı 15-ci əsr Azərbaycan memarlığının zirvə nümunələrindən hesab olunur. Sarayın kompozisiyası, daş üzərində incə oyma naxışlar, günbəzli tikililər o dövrün estetik və texniki imkanlarını nümayiş etdirir. İçəri şəhərin rəmzinə çevrilmiş Qız qalası isə həm memarlıq sirri, həm də folklor yaddaşı baxımından xüsusi əhəmiyyət daşıyır. Onun tikilmə tarixi və funksiyası ilə bağlı müxtəlif elmi fərziyyələr mövcuddur. Bəzi tədqiqatçılar onu müdafiə istehkamı, digərləri isə astronomik müşahidə qülləsi kimi dəyərləndirirlər. Hər bir fərziyyə bu abidənin çoxqatlı məzmununu göstərir. Azərbaycanın şimal-qərb bölgəsində yerləşən Şəki Xan Sarayı isə 18-ci əsr memarlıq incilərindəndir. Sarayın divarlarını bəzəyən şəbəkə sənəti miniatür üslubunda rəsmlər, kompozisiya, harmoniyası Azərbaycan dekorativ tətbiqi sənətinin yüksək inkişaf səviyyəsindən xəbər verir. Şəbəkə pəncərələrində şüşə və ağacın mismarsız birləşdirilməsi ustalıq və incə zövqün təzahürüdür. Qədim Qafqaz Albaniyasının irsini yaşadan Kiş məbədi də tariximizin çox mədəniyyətli xarakterini nümayiş etdirir. Bu məbəd təkcə dini abidə deyil, həm də regionun erkən xristianlıq dövrünə dair mühüm arxeoloji mənbədir. Bu fakt göstərir ki, Azərbaycan ərazisində müxtəlif dini və mədəni ənənələr əsrlər boyu yanaşı mövcud olmuşdur. Naxçıvan diyarında ucalan Möminə Xatun türbəsi 12-ci əsr memarı Əcəmi Naxçıvaninin möhtəşəm yaradıcılıq nümunəsidir. Türbənin 10 bucaqlı forması, kufi xətti ilə çəkilmiş kitabələr, həndəsi ornamentlər orta əsr Azərbaycan memarlıq məktəbinin intellektual və bədii potensialını əks etdirir. Bu abidə sübut edir ki, memarlıq yalnız tikinti deyil, həm də riyazi dəqiqlik, estetik harmoniya və fəlsəfə mənası daşıyır. Qobustan qayaüstü təsvirləri isə
İnsanlığın ilkin yaradıcılıq mərhələsini göstərən nadir irs nümunəsidir. Qobustan qayaüstü təsvirləri minilliklər öncə yaşamış insanların həyat tərzini, ov səhnələrini, ritual mərasimlərini daş üzərində əbədiləşdirmişdir. Bu təsvirlər antropoloji və etnoqrafik baxımdan mühüm mənbə hesab olunur. Onlar göstərir ki, incəsənət və simvolik düşüncə insanın formalaşmasında əsas rol oynamışdır. Tarixi abidələr yalnız keçmişin yadigarı deyil, həm də müasir cəmiyyət üçün təhsil və tərbiyə vasitəsidir. Şagirdlər bu abidələri öyrənməklə tarix dərslərində əldə etdikləri nəzəri bilikləri real faktlarla əlaqələndirirlər. Tarixi məkanlara ekskursiyalar gənclərdə vətənpərvərlik hissini möhkəmləndirir, milli kimlik ruhunu gücləndirir. Lakin burada vacib bir məqam var. Tarixi abidələri qorumaq məsuliyyəti yalnız dövlət orqanlarının deyil, həm də hər bir vətəndaşın üzərinə düşür. Abidələrinin mühafizəsi, konservasiya, restavrasiya və monitorinq kimi elmi metodlarla həyata keçirilir. Konservasiya abidənin mövcud vəziyyətinin sabit saxlanılması, restavrasiya isə onun ilkin görkəminin bərpası deməkdir. Bu proseslər xüsusi ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır və ciddi elmi əsaslara söykənir. Statistik məlumatlara əsasən ölkəmizdə minlərlə daşınmaz tarix və mədəniyyət abidəsi qeydiyyata alınmışdır. Onların müəyyən hissəsi beynəlxalq səviyyədə qorunan irs siyahısına daxil edilmişdir. Bu fakt göstərir ki, Azərbaycan mədəniyyətinin qlobal əhəmiyyət daşıdığını bir daha təsdiq olunur. Lakin abidələrin qorunması yalnız siyahıya düşməklə bitmir. Onların ətraf mühitdən, iqlim dəyişikliklərindən, urbanizasiya təzyiqindən və vandalizm hallarından mühafizəsi daimi nəzarət tələb edir. Əziz dinləyicilər, təsəvvür edin ki, bir gün bu abidələr olmasa, biz tariximizi necə öyrənərik? Kitablar yazılı mənbədir, lakin abidələr canlı sübutdur. Onlar zamanın sınağından keçmiş faktlardır. Hər daşın, hər kitabənin arxasında bir insan ömrü, bir cəmiyyətin düşüncəsi dayanır. Tarixi irsimizin qorunması milli təhlükəsizlik anlayışı ilə sıx bağlıdır. Çünki mədəni irs milli identikliyin əsas dayaqlarından biridir. Kimliyini itirən cəmiyyət gələcəyini də itirə bilər. Kimliyini itirən cəmiyyət gələcəyini də itirə bilər. Buna görə də biz gənc nəsil olaraq tarixi abidələrə yalnız tamaşaçı kimi yox, məsuliyyətli vətəndaş kimi yanaşmalıyıq. Məktəbimizdə keçirilən maarifləndirici tədbirlər, tarix dərslərində aparılan müzakirələr, layihə və tədqiqatlar məhz bu məqsədə xidmət daşıyır. Biz hər bir tarixi faktı öyrənərkən onu bugünkü həyatımızla əlaqələndirməliyik. Keçmişi bilmədən gələcəyi qurmaq mümkün deyil. Bu, elmi və fəlsəfi baxımdan danılmaz həqiqətdir. Tarixi abidələr həm də iqtisadi potensial mənbəyidir. Mədəni turizm ölkə iqtisadiyyatının inkişafına töhfə verir. Dünyanın müxtəlif ölkələrindən gələn turistlər məhz bu abidələri görmək üçün Azərbaycana səfər edirlər. Bu isə həm regionların sosial-iqtisadi inkişafına, həm də beynəlxalq imicin möhkəmlənməsinə xidmət edir. Lakin iqtisadi fayda heç vaxt mədəni dəyərin önünə keçməməlidir. Abidələr kommersiya obyekti deyil, mədəni irs nümunəsidir. Abidələr kommersiya obyekti deyil, mədəni irs nümunəsidir. Onların qorunması zamanı əsas prinsip orijinallığının saxlanılmasıdır. Yəni, abidənin tarixi siması dəyişdirilməməli, bərpa işləri elmi əsaslara uyğun aparılmalıdır. Əziz məktəb yoldaşlarım, biz hər birimiz tarixi abidələrimizin gələcək qoruyucularıyıq. Ola bilsin ki, aramızda gələcək memarlar, arxeoloqlar, tarixçilər var. Ola bilsin ki, bugün tarix dərsində maraqlı qulaq asan bir şagird sabah böyük bir elmi kəşfə imza atacaq. Hər şey maraqdan və məsuliyyətdən başlayır. Bugün efirdə səsləndirdiyim fikirləri yekunlaşdıraraq demək istəyirəm ki, tarixi abidələr daşlaşmış tarix deyil, yaşayan tarixdir. Onlar bizə kim olduğumuzu xatırladır, bizi köklərimizə bağlayır.
gələcəyə doğru inamla addımlamağı ruhlandırır. Keçmişinə sahib çıxan xalq gələcəyini daha möhkəm qurur. Mən 10A sinif şagirdi Qəribova Yağmur. Gələcəyin İşığı FM radiosunun bugünkü buraxılışında sizinlə birlikdə tariximizin izləri ilə düşüncə səyahətinə çıxdım. Ümid edirəm ki, bu səyahət hər birinizə yeni maraq və məsuliyyətlər yükləyəcək. İrsimizi qoruyaq və gələcəyimizi birlikdə quraq. İrsimizi qoruyaq və gələcəyimizi birlikdə quraq. Sağ olun, növbəti efirlərdə görüşənədək.